Hər bir bəy səhərlər müəyyən qədər sərtləşmə ilə oyana bilir. Bu əslində bizim bir fiziologiyamızın bir parçasıdır. Yəni bu sərtləşmələr tək səhərlər deyil də gecə boyu biz dərin yuxudaykən də olur və bir növ bu bizim cinsi orqanın gimnastikasıdır. Yəni bir növ idmanıdır və bu idmanda da penis tam öz performansını göstərərək oradakı qan axımı hər zaman normal olması gözlənilir. Əgər siz öz penisinizi səhərlər sərt görmürsünüzsə və yaxud gecə boyu da penisinizin sərt olduğunu müşahidə etmirsinizsə, burada artıq biz fizioloji problemlərdən danışa bilərik. Fizioloji problemlər nədir? Orada ola bilsin ki, damarsal bir problem var, sinirsel bir problem var və yaxud da kombinə şəkil, yəni hər ikisi də mövcuddur. Belə hallarda penisə gedən qan miqdarı ciddi miqdarda azalır və biz öz sərtliyimizi həm gün içərisində, həm gecə boyu da tamına sağlaya bilmirik. Elə bu hallarda da mütləq dərəcədə bir androloqa gedib ilkin yoxlanışlardan keçməlisiniz.